Gəlin ilk olaraq başlayaq kiçik və orta sahibkarların bugün ən çox qarşılaşdığı maliyyə problemlərindən və bu çətinliyi sizcə necə aradan qaldırmaq olar, nələrdə olur belə çətinliklər? Bir işinin adamı olaraq, mütəxəssis olaraq real təcrübələrinizi Azərbaycan biznes mühitində yaşananları bizlə bölüşün, zəhmət olmasa. Bir daha təşəkkür edirəm həm dəvətiniz üçün. İlk növbədə qeyd edeyim, orada əslində maliyyə çətinlikləri dedikdə, bank sahəsində maliyyə çətinlikləri dedikdə bu gün sahibkarları tam eyniləşdirmək olmaz. Müxtəlif hər tipli profilə uyğun sahibkarlıq fəaliyyəti var ki, istər fəaliyyət sahəsinə görə, istər şəxsi kriteriyalarına görə sahibkarların bugünkü gündə banklardan gözləntiləri, istəkləri, problemləri fərqlidir. O baxımdan biz əslində eyniləşdirə bilmirik. Bir neçə kriteriya üzərindən baxa bilərik bu məsələyə. Bugünkü gündə mən ilk növbədə deyərdim ki, bizim Kapital Bank olaraq da əslində ən ilk işlərimizdən ən başlıcası bugünkü gündə insanları, xüsusən də indi sahibkar segmentindən danışırıqsa, sahibkarları maliyyə istiqamətində daimi maarifləndirməkdən ibarətdir. Təbii ki, 3 ilin, 5 ilin, 10 ilin bundan əvvəlin dövrü ilə müqayisədə bugünkü sahibkar artıq əvvəlki kimi deyil. Bugünkü bank sistemi də, bankçılıq sistemi də artıq əvvəlki kimi deyil. Artıq sahibkara daha yaxındır, daha sanki dostlaşıb banklarla sahibkarlar. Bəli, rəqabət həm buna imkan, belə deyək, bazar şəraiti həm bunu bankları buna vadar edir. Artan rəqabət şəraiti, sahibkarlıq profillərinin, sahibkarlığın ümumilikdə inkişafı özü bizi həm buna belə deyək, vadar edir, həm də biz çalışırıq ki, öz xidmətlərimizi o baxımdan yəni sahibkarın istəklərinə və bugünkü müasir tələblərinə cavab verə biləcək tərzdə qura bilək.